Bu da gəlin otağım. Yani burada yatmıram. Buraya da durur. Belarusiyanın mebelidir. Ha, yani ucuz bir şey değil, çok pahalıdır. Bilən yani bir maşın klaskasıyla yani gedib almışam. Bu da bir kondisioner de var, televizorda koymuşam. Yani burada yatmıram, burada ancaq evlənəndə. Hal-hazırda yatdığım otaq deyil budur. İndi yerimi yığmamışam. Burada böyükdür. Hal-hazırda yatdığım otaq budur. Deyirsən. Burada yatıram. Necədir? Çox qəşəng, maşallah. Hərdən də bir şeydir. Öyle üzür. Biraz gripem ona göre. Allah şəfa versin. Çox sərgəlidir. Loxlar sağ ol. Loxlar yox ey ay canım. Sevilirəm. Bu dəqiqə saat 5'in yarısı olur. 4100 insan var. Bu ne deməkdir? 4000'li bizə nədir? 1000 nəfər bir rayonun cəmaətidir. Bu da kuxunan pişirdim. Bəyək qəşəng makaronsuz deyil. Böyükdür kuxunan. Maşallah her şey elinizden gelir. Çok zahmet keçdi. Teşekkür ederim. Hə, qazandım buradan Yağmur xanım. Pulumu dağıtmadım. Yığdım, qəşəng evimə eşiyimə xərclədim. Allah hamd olsun. Həyətim, navestim, toyuğunim, toyuqlar saxlayıram. Hər cür hündüşqa, ördək. Hündüşqa balalarım çıxıb nə qədər. Hamısı saxlayıram. Amam hoşdur, mam da hoşdur. Mən də xoşlayıram. Toyuqlarım, inkubatorum var. Yumurtadan yığıram, çıxar yekədim, yeyirəm. Ben üstünüze sağlık, çok pis gripem. Dünəndən elə 39 dərəcə temperatura. Ma, direktdə nömrənizi verərsiniz də, WhatsApp'da da səs atıb yazışıb danışarıq. İnşallah. Darvazama pult da qoydurdum. Reklam elədim, qoydular. Orada. Dayanı pultu basıram açılır, göstərim. Baxın. Hə. Pultu basıram açılır. Maş. Hə, bax. Yağış yağmağa başladı yenə. Yağır. Bax. Bax, basıram. Açıldı bax. Gördün? Uzaqdan da aç, basın. Hə, özünü açmaqla yaxşı deyil də, özü açmaqdan yaxşıdır ki. Maşınınız da var, maşallah. Hə, maşınım da var. İtlərimin də yuvası oradadır, bax, itlərim də orada. İki dənə itiniz var? Bağlandı. Ha? 2 dənə, birinin adı Ema, birinin adı Koeti. Ha, elə bilim pişiyiniz adı. Görməmişliyi olam izləyicilərimə görə də reklam eləmişim, gəldi qoydu. Deyil ha. Da düşüb darvazanı açmıram. Bağlandı. Yağış yağır. Gör necə gözəl yağır. Bax ora. Nə gözəl. Ailə Azərbaycana gəlmək istədim. Gələrsiniz. Evimizə qonaq da gələrsiniz. Qəşəng stol açacağam, bir süfrə açacağam, bir yeməklər pişirəcəm. Gəl görəsən. Sevər xanım kimdir yazırlar? Oo, dıngılı boy. Balaca boy yoxdur. Elgizin verişə də çıxmış deyil. Hə. Dıngılı. O. Deyəcəz. Yazbar Sevəri sevirsiniz, ona görə hamı onu yazır bayaqdan. Allah yazdıysa bozsun. Yazbar sevmədiyi qalmayıb. Hay Allah. Uşaqlar, niyə belə eləyirsiniz axı? Niyə? Görürsünüz, 1 saatdır
Bəs koftanı niyə dəyişdiniz? Sizin koftanız başqaydı axı bayaq. Dedim qaradı giyindim də, qaralı daha geçək. Hə, Həm arıq göstərir, həm qəşəngdir də. Bəs siz mənim mahnılarımı eşidibsiz? sizin mahnılarınızdan Hə. bir dənə amma yadımda qalmamış, unutmuşam. Hansı? Bax, eşitməyibsiz axı, elə düzgün deyil, düzgün deyin də. Allah, eşitmişəm. Hansını? Ha? Eşitmişəm. İndi məni gözləmə, onu qoxansız, mamanızın mahnısını. Sonra qoyuyorum ağlına hansı gələcək. Səninlə oxumusunuz, YouTube-da var. Sonra qoyuyorum. Bir vəfam oxumusunuz. Sonra evet bunlar. Ya bunları bilirsiniz. Nə maşallah, mənim bütün mahnılarımı bilirsiniz ki. Telefondan zaten baxmadınız ki oradan. Yox, telefonda sənin canlına baxıram, deyil, hə. Görüm nə yazırlar, mənim haqqında heç nə yazmırlar ki. Telefondan baxır. Yazıb. İnanırım. İnanırım sizə. Yazıblar 3 tane telefonunuz var. Yalandan deyil. Ay Allah. Siz mənə düşmən gətirmişsiniz. Zəhmət olmasa buradan mənim papama da salam dərsə Faizil müəllimə. Papanıza? Baxır elə özü də. Rəqsan xanımın yanında dimdir, otur baxırlar. Hə. Papanıza nə deyim o? Falsı. Özü də Akstafadandır. Akstafadandır. Akşamınız nətər dediyim salam, akşamınız xeyir olsun. Hə. Buradan Ağstafa rayonunda yaşayan, Ağstafa rayonunda yaşayır. Akstafadandır, yaşamır orada. Buradan Ağstafa rayonundan olan Fazil müəllim hal-hazırda Rusiyada yaşayır. Ona buradan Azərbaycandan yox, Bərdədən qucaq dolusu salam göndərirəm. Fazil müəllim, nətərsiniz? Bərdədən sizə ateşli salamlar. Sağ olun, çox sağ ol, ay baboş. Çox sağ olun. Bəs sənin əsl adın necə olur? Baboş yox, belə Babək. Babək. Papanız Azərbaycanda da deyirlər. Azərbaycandadır da, ona görə deyirəm, siz səfsiniz. Sizdən dediniz Rusiyada, Rusiyada sizsiniz. Rusiyada yaşayırıq da, o Rusiyada bizneslə məşğuldur. Sadəcə olaraq indi Azərbaycandadır. Suli küstü səndən. Suliyə salam demədin, ay baboş. Suli oradadır. Hə. Suliyə nə deyim mən? Suli xanım nətərsiniz? O gün Tərənə xanımla oynayanda bana baxırdınız. Bax, kart çıxıb qabağıma. Öpürəm sizi Suli. Buradan sana salamlar göndərdim.
Bəs sizin boyunuz 1.80-dir, düzdür? Hə, mən boyu 1.80-dir. Maşallah. Amma yaxşı uzundur da. Ha? Yəni boyunuz yaxşıdır da, yəni 1.70 deyilsiniz. İndi siz gələsiniz ayın 16-sı Azərbaycana. Hə, mən ayın 15-i gələcəm, bir gün inşallah. Konsertdə olacaqsınız? Hə, oxuyacağım. Mən utanacağım, anətə gəlim ağla mənimdir. Ay Allah, Allah'a qıtanacağım. Konsertə gələnlər elə bilet alsınlar, inşallah gəlib baxarlar, görərlər. Qıtanacağım ağla. Bir də Səidə xanım üçün salam da deyərsən. Ay baba, səni də bezdirdim. Çox dəyərli Səidə xanım. Hansı Səidə? Tanışımızdır yaxın. Çox Səidə. dəyərli insandır. Ay Səidə xanım, nə dərsiniz? Mənə baxdığınız üçün sizə çox təşəkkür edirəm. Və buradan öpücüklər. Telefon evi ucu buradadır, sizin fanatınız. Fanatım deyil, dəstəkçimdir. Dəstəkçiniz. Mən belə deyirəm, üzrlüsəm, biraz rus dilliyəm, ona görə sözləri səhv sala bilərəm. Eyni şeydir, deyim, fanat o izləyici, o yəni dəstəkçimdir. Həmin dəstəkçi də fanatla dəstəkçi eyni şey sayır. Eyni şeydir. Nə bilməm, o dəstəkçi ayrılır fanat. Gəl gedək konsertə. Gəlin konsert anonsu, görün, elə Aysun da orada olacaq, mamam da. Tornado da olacaq, Tornado restoranında. Mən həyatımda 3-cü dəfədə səhnəyə çıxacağam. Özüm belə işlərdən biraz uzağam, yəni 1-2 ildə oxumurdum da, uzağam təhsilimə görə. Əsas həyatda təhsildir. Mən arxada oturacağım, yoxsa qabaqda oturacağım? Конечно, qabaqda oturacaqsınız. Siz arxada oturasılı insansınız, dəlisiniz. Ən qabaqda? Hə. Yəni sizə kim arxada oturmaz ayıb olar bizdən. Sana nə alım gələndə? Nə bilim valla, ürəyinizdən nə keçir, əstəğfurullah. Hinduşka gətirim gələndə, hinduşka. Özünüz gəlsin. Hinduşka gətirin, mamam istəyir. Mamamın xoşuna gəlir. Hə, hinduşka gətirəcəm sizə. Amma buradasan. Amma ördək yoxsa hinduşka? Keçi pendirdə gətirim, keçi. Ya qoyun, keçi. Bir dənə restoranın özünə gətirəcəksiniz onu. Bir ara gətirim. Hə, olar da elə olar. Prosta çətin olmaz, ağır olmaz sizə, ona görə dedim. Yox, maşınımın bagajına qoyacağım da. Hinduşka keçib endir, bəh-bəh, hamam elə istəyər. Aferin. Günel xanım, çox sağ olun, valla əziyyət çəkməyin. Günel xanım hələ də buradadır, salam bir daha Günel xanım. Yatın. Türkiyədəsiz, ay Günel xanım, mənim bir dəstəkçim var, xanımdır, Leyla xanım. İndi deyir, ha vaxt istəyirsənsə deyir, səni bir 4 günlük göndərim Türkiyəyə, git gəz. Deyir. Bir dəfə də başqa Türkan xanım vardı, o məni çağırdı, gəzdirdi, ev tutdu, orada bir 3-4 gün qaldım, oranı bir gəzdim, qəşəy, Taksimə getdim. Nə bilim, apardı qəşəy yerlərdə gəzdirdim. Günel xanım yazdı ki, Bərdiyə gələcəm, gəl. Siz də Ağdamdansınız da, ay Günel xanım. Elə Ağdamdan Bərdiyə, inşallah öz torpağımıza gələrsiniz, tək hər şey. Bakıdayam yazıb Günel xanım. Nə gözəl. Nə gözəl. Kəmalı Günəşli deyil. Ağdan bir gözün, Bərdə bir gözün. İnşallah qoy. Kəmalə xanım da buradadır. Salamlar Kəmalə xanıma. Hə, o Çini çaydan oxuyan xanım. Hə. Öpür Kəmalə xanım. Çini çaydan. Ama bu değil. Bütün hamı yığılıb canımıza. Gör, sanmıya maraqlıdır.
Çoxdan biz sizlə gərək anlaşardınız. Mən görürsünüz, mən izləyicilər yazır ki, babacanlı da yemək yeyir. Mən də dedim, nə gözəl. Suliha, Suli, çox sağ ol. Öpürəm buradan. Bəs kilonuz neçədir? Kilo 90. 90? Bəs mən də 65 kiloyam. Mən əvvəl bilirsiniz necə kilo olmuşdum əvvəllər. Yaman ki, ortam bir sən. 125 kiloydum. Mənim ortamam memnun deyil ortanız. 125 kiloydum. İndi nazik deyiləm ortanız. İndi 65 kiloyam. Yox, ortanız nazik deyil indi. Hə. Orta deyən bu. Bura nazikdir də indi. Hə. Lavin parfüm bir dəfə salam. Çox sağ olun hədiyələrinizə görə. %30 kilosuz yazıb bu. 130'una daha kötü. Mən pek amotsa da ama onlar ilə yazır 130. 130'una daha izləyicilər. Bu rafadan bir abr eləyərlər ya atacağını. Siz arada bir belə əsəbləşirsiniz, arada belə sakitləşirsiniz, arada susursunuz. Bu niyə belə olur? Yox, yalanla yazaraq 130 kilo olsam. Boy. Ne oldu lan sizə? Hə? Mahmud. Jana buradan qohumlarına salam de, Naxçıvanlılar. Naxçıvanlılara salam. Babaşına, Jana səni çox istəyir. Bayaqdan səni tərif edir, çox yaxşı uşaqdır. Jana mənim bacım yarısıdır. Jana səni tərif edir, bayaqdan deyir, çox yaxşı uşaqdır. Sağ olsun, mən də ona salam. Bayaqdan Jana deyir, canlı niyə bağladın? Küsmüşdü Jana. İnanırsa Jana o qədər yalvar. Deyir, niyə canlı bağladın? Mənə zərətkam ölürdü. Günel xanım da yazır ki, mənim də ortalama 46 kiloyam. Takip attım Günel xanım sizə də, siz də ona attınız. Qoşularıq sizlə də. Mənim boyum 1.85-dir. Mən boyuma görə yaxşıyam. Kəmalə Günəşliyə sana olur. Dedim, dedim. Kəmalə xanıma salamlar. Düz o Moskvaya gəlmişdi xalamın restoranına. Amma mən onu orada görə bilmədim, heyif ki. Görsən baboş, hamısı bizim canlımızı tərifləyir. Bundan sonra tez-tez görürsünüz, açmaq lazımdır canlı. Qoşularıq. Bəs sizin ailəniz harda qalır? Mənim ailəm yoxdur. Üzr istəyirəm. Bilmədim, siz alır üzr istəyirəm. Yo, onu soruşmaq yani yoxdur da. Anam rəhmətə gedib, dədən də çıxıb gedim. Yox kimi bir şeydir. Allah rəhmət eləsin. Nənəmi saxlayıb, biz iki qardaş oxudu verib, evləşiklə eləyib. Qardaşım da belə qəşəng evi var, mənə də belə ev qoyur. Qardaşınız sizdən böyükdür? Qardaşım mənim böyükdə evlidir, amma öz evləşiyi var da. Yəni hamısı özünədir də. Qohumlar bizdə, bizdə çox insanların özünədir. Pis oldum, üzrü sənsiz Allah. Unutmuşam, mənim üçün artıq inşallah nətər deyələ xanım yoldaşım olar, evlənəcəm. O da mənim üçün ailə o olacaq. Yazıqlar, Yağmur xanım, necə belə dəyişdiniz? Siz mən uşaqlıqda görübsünüz yəqin ki. Televizorda baxırdım sizə. Dəyişmişəm, düzünü deyim. O qədər gözəlləşmişsiniz ki. Çox sağ olun. Bəzi yəni yazıblar. Çox sağ olun. Çox sağ olun. Siz də gözəlsiniz, babuş, maşallah. Teşekkür ederim. Amma mən çox yemək pişirməyi bacarmıram.
Bəs ərə getsəz yemək pişirməyəsiniz? Biləcəm, amma belə mən Azərbaycan yeməklərindən bacarıram, mamam öyrədib. Sadəcə olaraq çox vaxt bişirmirəm. Çolpa pişirə bilirsiniz? Çolpa. Hə. Kartoşka ilə. Mənim mamam onun içində də bilir. Sos pişirə bilirsiniz də yaxşı sos. Hə, sos. Hə. Mən xoşlayıram sos. Yemək xoşladım yeməkdir. Şoraba qayıra bilirsiniz? Şoraba hansını? Tutaq ki, pomidor, xiyar. Yox, elə şoraba yox. Mən avaşnoy şoraba bacarıram. Avaşnoy bilsən nədir? Orada yağsız, təmiz, gözəl bir şorabadır. Toyuqla, məsələn, xəstə olanda insana, o Azərbaycan dilində bilmirəm necə gedir. Tərəvəzin adı. Mürəbbə pişirə bilirsiniz? İncir, moruq. Sup, hə, moruq, incir. Moruq bacarıram. Mamamla eləmişəm. Turşu bağlaya bilirəm. Kələm turşusu. Həm də doktor təhsilim var. Prosta çox vaxt bişirmirəm çünki evdə olmuram. Belə Rusiyada qalasınız, deyirsiniz, gəlməyəsiniz buraya qalmağa. Yox, inşallah gələcəm. Sadəcə olaraq papamın işləri burdadır deyə mən kömək eləyirəm, həm də öz işlərim də var. İnşallah gələcəm. Ona soyuq olar. Çox soyuqdur. Mən ona görə qrip oluram. Mən buranın havalarına alışmamışam deyə. Rüfət kimdir? Hə, Aydan Rəqsana xanımın qızıdır. Yazıblar ki, baboşun sizdən xoşu gəlib, aşiq olub. Onu kim yazdı? Allah neymiş ya? Yaxşı qayız dedi, sizin yanınızda bir qırıqım yoxdur. Baboş bəy, bəs siz ümumiyyətlə gələcək həyat yoldaşınız evdə oturmalıdır da, ancaq düzdür? Evdə də oturacaq, parka da çıxardacağam, aparıb gəzdirəcəm. Belə. İyi ki evdə otursun burada da, telefonu da alsın əlinə, mənə baxsın. Ağlamışdınız bəy. Karusellərə də minəcəklər telefon evi yazıb. Ne xoşdursunuz minməyi? Karusellərə? Hə. Mən olmamışam ki karusellərdə. Minməmsə qaldırır adam göyə. Yox. Minək? Yəni. Olar inşallah, baxarıq. Mən bir günlük gəlirəm də amma. Olsun da bir günlük gəzərik tonunu. Salam xanım, Rüfət nəyinizdir? Hansı Rüfətdən danışırsınız? Mən heç kimlə məzələnmirəm. Baboş, mən sizlə məzələnirəm. Yox, azarlar yaxaynlıqdan yazırlar. Mən haçan sizlə məzələnirəm? Bannasında yəni deyir ki, dur gəmaya yemək ver. Xoruzun banlayır, görsənə də banlayır. Yazıblar yaraşırsın. Nə olur ki, Allah'ın dostu yazana. O yazana deyirəm, Allah'a şükür. Qaş məndə, göz məndə, ağappağız məndə, gür saç məndə. Valla gidip başıma saç əydirmirəm. Bəs həyat yoldaşınıza işləməyə icazə verməyəcəksiniz, belə çıxır. Oxuyursa, işləmək istəyirsə, işləsin. Uşağına bənətər baxacaq. Verəcəm, ali təhsilli çox işləyə bilər. O ne deməkdir ki, iş xanımla mən pis baxmır ama. O işləyir, işləsin. Mən olsa bütün gün evdəyim, uşağıma da baxarım, TikTokumu da Bəs açarım. dayə tutmazsınız uşağınıza baxana? Yazıqlar. Dayə nədir? Dayə niyə tuturam ki? Dayə. Dayə nə daha uşaqlar? Yanka. Nə?
Uşağa baxan xanım, evdə köməkçi. Hə, evə bax şey. Hə, dayı deyir uşaqlar. Şey, ne bilim, etibarlı zat olarsa belki de. Bəs sizə Moskvadan nəsə istəyirsiniz, ürəyiniz nəsə istəyir, gələndə sizə də gətirim. Hə, Kalbasa, konfet, nə bilim. deyirəm, Nə istəyirsiniz? Rus qazı. Nə? Rus qazı, Rus. Bu nədir? Rus qazı yoxdur, bu qaqıl deyil. Qaz yoxdur, bu boyutda olur, mən boyutda. Qaz. Quşdana quş istəyirəm, quş. Rus qazı. Rus qazı görməmsən? Mən onu necə gətirəcəm? Hadi o var işte, orası çətindir, onu getirmə. Bəs başqa belə ola biləcək bir şey, məsələn, nə bilim, şampundur, duxudur. Hə, ma şampun gətir. Rusiyanın hıldın şıldırısı. Ondan gətir. Sonra, hə. Dove ondan gətirərsən. Bir də ki, Janna, bir dəqiqə gözləyin. Janna, get pis qıyaz balam. Yazır Janna ki, biz biləkdə yaddan çıxmasın. Bala alacağım. Head and Shoulder şampun. bir də koltuq altı Nivea. Rusunkun olsun ha, rusunki olsun. Rexona. Bir dənə yazsın, Janna yazır. Dənə Janna peçatlayır. Hə, duxudakı Chanel Matmazel ondan. Dav sabun. Abi hə, şampunun sən. Dav şampun. Çıras oradan. Qaras. Chanel, Mademoiselle bir də. Davəst salam. Bir də koltuq altı Rexona. Bəs konfetli, kablosalı belə şey Bunu istəmirəm. verəcəm, amma rusunki olsun da. Rusunki. Mən səndən pul zat istəmirəm, mən estağfurullah. Yox, mən pulunu verəcəm, elə şey olar ha. Yox, elə şey olar, sən mən dəlisən. Ay, Yox, mən bir puan gəlirik. də ona görə deyirəm. Hədə sən mənə hədiyyə gətirsən, mən də sənə. Hədə sən mənə hündürdə gətir. Görməmişdir, o pulunu verəcəm dana. Necəyədir ki? Prost ora Rusun şampunları qəşəng olur. Arif, yaxşı istəmirəm. Yıxdılar məni, sürdülər. Nixatsu. Pulunu verəcəm dana. Dost olmasın. Yox, uşaqlar, birinci məsələm tanış oluruq. O da mənə hədiyyə gətirdi, mən də ona. Nəqsən xanım, Tornadonun özünə səhifəsinə yazın. İnşallah orada görüşəcəyik. Mən inanın 2 ildə Azərbaycanda yoxam. 2 ildən sonra qayıdıram Azərbaycana. Ay Allah, Səhər saat 5'dir. 4000'den aşağı düşmədi canım. Teşekkür ederim izleyicilerim. Yatmırsınız, yuxunuza haram qatıb bizi izləyirsiniz. Allah haqqı. Sizlər o qədər çox istəyirəm ki. Kəmalə xanım, salam. Çini çaydan. O qədər çox istəyirəm ki, yaxşı ki varsınız. Bəs ördəkləri göstərin də, mən görməmişəm axı Yox, ördək. çəmərəm, yaman yağış yağır. Sabah saat ətraflı həmçə hamısını göstərərəm. Gündüz qoşularıq, göstərərəm. Yaxşı. Mən sizə iş yerimi göstərərəm. Belə qəşəng iş yerində işləyirəm. Salonu, gözəllik salonunda baş administratoram. Həqiqi, lazeriniz var orada? Bizə hər şey var. 1500 kvadrat metr salonumuz var. Maşallah. Bəs Məftun kimdir? Yazılar mən qohumlarım. Gəlir, Tərtərdi rayonunda olur. Tan dostumdur, gəlir bizə arada bir, hər gün bizə gəlir.
Rüfət, hamı Rüfət yazır. Elə demin də uşaqlar, xoruzun səsi batsın. Bəs Ləman xanımla mən sizi evli bilirdim axı. Yox, klipə çəkilmişik. Klipə çəkildi Arzu xanım. İnşallah sizin klipinizdə mən oynayarım. İnşallah. Qəşəng. İnşallah. Mənim mahnım çıxacaq yaxında bu arada. Bulut mahnım. Eşidibsiz? TikTok'da görübsüz heç? Baxaram indi Bulut mahnımıza. Klipində partladarıq. Sahip olun. Nazlı uşağım, onun telefonu evi eşitməz partlayacaq. Necə babuş klipə də çəkildi yenə. Partlayassan partlayassan. Tima kimdir bəs? Ay Allah, hamı yazır. Neyse onu yaz, o suala ait kim yazmışsa cevap vermeyeceğim. Ha. Sizi burada niyə belə qaralıyorlar mənim canlımda axı? Paxıllar da var da, istəməyənlər də var. Başa düşürsünüz deyil. Bar verən ağac, daşlayan çox olur. Конечно, düzdür. Ha. İndi olur da, yəni bəyən, mənə hamısı demək zorunda deyil ki. Sevən də var, sevməyən də var. Olur. Dünya şöhrəti yazılır. Niye dünya şöhrəti deyəndə Allah'a şükür sevilirim, yetəri qədər tanınırım. Конечно, mən sizi 2 il qabaqdan izləmişəm, mamam da, bacım da, hamımız sizi çox istəyirik. Sən desəm olar. Bəli, Aysu xanıma o qədər gəlib canında hədiyyə atıb ki, nə qədər? Sən desəm olar da. Olar, niyə olmur ki, deyil. Prosto siz məndən böyüksüz, ona görə dedim. Siz bilirsiniz mənim neçə yaşım var? 23 var. Yox. 19. De Allah bu. Var. 20 olacaq. Niyə belə qaldınız? Heç nə. Yaxşısınız belə? Очень хорошо. Belə yaşımı dedim, elə bildim pis oldunuz. Yox. Məndən 10 yaş balacasınız. Mənim mamamın elə bir 46 yaş və papamın 56. Elə 10 yaş fərqləri var bu arada onların da. Nə deyirsiniz? Heç nə. Telefon evi yaz. Telefon evi niyə belə yazırsınız?